Salam aleyküm değerli izləyicilər. Abunəçimizin biri bir dənə belə bir xahiş eləyibdi və qaqamızın xahişini nəzərə alıb keçirəm onun xahiş elədiyi mövzulara. Deməli qaqa, qoyub bunu deyim, ondan sonra keçim bədənimdəki tatoların mənasına. Tato Quran-Kərimdə buyurulubdur ki, haramdır. Mən bilməmişdən qabaq vurdurmuşam. Biləndən sonra da çox peşmanam. Bugünkü gün vəbşi peşmanam. Çünki heç bir yerdə işə qəbul eləmirlər və insanların, toplumun elə bil baxışı biraz fərqlidir. Yəni biraz fərqli baxırlar da, ehtiyat eləyirlər. Nə bilim, əksər insanlar nəyisə daver eləməz mənə. Yəni o baxımdan. Yaşlı adamlar da heç də türümə eşik, nə bilim, nə bu fikirlərdədir. Cavan qardaşlarımızın da heç birinə məsləhət deyil. Nə türmə həyatı, nə bədəninizi belə bu şəkildə korlamağınız. Çünki Allah Subhanahu taala bu canı sənə əmanət eləyibdir və kişi əmanətə heç vaxt xəyanət etməz. Kişiyə xas olan xüsusiyyət deyil. Və keçək izləyicimizin, abunəçimizin xahişinə. Bu mənim təvəllüdümdür, 1998. Bu privet turizmdir, dostlara salam. Bu dostumun baş hərfidir. Bu koronadır. O biraz asma yeka vaxtlarımda vurdurmuşam. Strimit. Ağır yol getməkdir. Bu qandaldır. Bu Adinoki Volk, tənha canavardır mənası. Bir tərəfi solğun, bir tərəfi canlı. Ağ gün, qara gün belə mənada deyirlər. Bu skeletdir, Smert Suka. Videoya görə axırda aparacaqlar məni. Bənim sinəmdəki avtomat inanmıram, bağışlamıram deməkdir. Burada xaç var. Xaçın mənası da inan və cəsarətdir. Bunu da malletkada vurdurmuşam. Post biraz rusca mən zəifəm, ola bilər hansısa cümləni yeyərəm. Прости ote судьба такая, твой сын опасный преступник, твой сын опять попал. Nə bilim, Azərbaycanca mənası budur. Onlar da indi rusca yeyərəm hərflərdən hansınsa. Bağışda da taleyim belədir, sənin oğlun cinayətkardır, sənin oğlun yenə içərdədir. Allah heç kimə, heç bir Azərbaycanlı gəncimizə oranı nəsib etməsin. Amin inşallah. Bu privet varamdır, bu da TT'dir. Türmə turbiterpenya. İndi onlar da yenə yeyərəm nəysə. Qaldı ki, qardaşımızın ikinci xahişinə. Qardaşımızın ikinci xahişidəki yaxşılar haqqında danışardım. Danışıram. Yaxşılar qardaşım əziyyət çəkir. Bugünkü gün çöldə hansısa pisdən qaçıb gizlənə bilirlər. Amma içəridə qaçıb gizlənmək mümkün deyil. Gəlir girir yaxşıların ağzına. Yaxşıları salır problemə. Danışılacaq çox sözlər var. Məsələn, hansı mövzu haqqında istəyirsinizsə, o mövzunu videonun şərh bölməsində yazın və mən o mövzu haqqında da sizlər üçün video çəkim. Yenə gənc cavan qardaşlarımıza məsləhətim odur ki, cinayətdən uzaq olun. Valideynlərimizi kimlərinsə yanında başını aşağı eləməyin. Bizim attığımız hansısa bir addıma görə bizim valideynlərimiz əziyyət çəkəcəksə, and olsun Allaha eşitsən, biz deyənmərik də biz yaxşı oğlanıq eşitsən, biz bomba oğlanıq, bizim nə bilim asma yekayıq, dartma yaxamcılıldıq. Yəni elə bir mövzu yoxdur. Bugünkü gün mənim elədiyim, attığım hansısa bir addımdan mənim valideynim əziyyət çəkirsə, mənim anam gəlir zonun ağzında, əlində sumka, kiməsə yalvarırsa, ayağın altında ölüm, balana qurban olum, ama bu sumkanı ver oğluma, sizcə də mən
necə yaxşı oğlanlıqdan danışa bilərəm? Necə mən belə-belə gəzə bilərəm? Ha? Bu bir valideynin qədrini bilən oğul üçün bu ölümdür. And olsun Allaha xəcalətdir. Mən burdan da elə valideynlərimdən üzr istəyirəm. Onlara yəni çox əziyyət vermişəm, çox əzab çəkdirmişəm. İnşallah Allah Subhanahu taala bağışlayar mənə və gəncliyimə, cahilliyimə keçər. Amma bu qədər qardaşlar, yenə deyirəm. Əgər video xoşunuza gəldisə, bəyənib kanalımıza abunə olmağı da unutmayın. Kanalımıza abunə olun, videolarımızı bəyənin ki, qardaşınıza balaca da olsa sizlərə adaptasiya olub, cəmiyyətə çöldə adaptasiya olub yaşamağa bir stimul verin və bu cür videoların ardı kəsilməsin. Qardaşınız da hansı mövzu haqqında içəri aid video deyirsinizsə, o videonu da çəkim hazırlayım, sizlər üçün paylaşım burada. Bir də hər birinizdən xahiş edirəm artıq dərəcədə kanalımıza abunə olun və orada zınqrov işarəsini açın ki, hər video açanda, canlı yayın açanda biləsiniz. Öpürəm, Allah amanında. Allah hər birinizi qorusun.